Neymanam, nətərsən? Nə var nə? Biz bu Məhəmməd Əmin yeri haqqında video çəkirik. Buranın tarixi qədimdir, özünüz bilirəm o. Bəli. Ki biz indi biraz çəkiş elədik burada ağsaqqallarla. İndi biz istəyirik ki, ümumiyyətlə bu köhnə bazar haqqında bizə məlumat verəsiniz. Yəni ki, tarixindən məlumat ver. Ola. Bu daxildə olmadı kabinetdə, hansı ki Bərbərxan danılır. Buranın girişi məndən solda bu hissə, bayraq aslan yerdən onun giriş qapısı idi. Vaxtilə bu Bərbərxan kəpçəndə burada Şükürov ağamız adında bir ağsaqqal dayımız var idi. O işlədi bərbər. Sonradan Seyid adında Dərmanlı kəndindən bir dənə yoldaşla yazılan köməkçi oldu. Bunun giriş qapısı dedim, axı, mərkəzi hissədən gələndə düz qarşıda ortada bir kabinet var, balaca bir kabinetdir. Şəhərdən idi. Ramiz adında bir qardaşımız pinəçi işləyirdi burada, ayaqqabı təmir məşğul olurdu. Və içəri girəndə ümumi binaya daxilində sağ tərəfdə dəyərli sex idi. Orada da Tağyev, Heybət və Ağabal adında bir qardaşımız orada bura çıxan insanların palpazarın tikintisi, ayaqqabıların təmiri və Bərbərxanda işləyən qardaşımız da onların üzün təraş olmasına məşğul olardı. Burada elə ağsaqqallar gəlib üzün təraş elətdirib ki, məsələn, mən babam vardı, Molla Məhəmməd 103 yaşında dünyasını dəyişdi. Ağamıza ki, o canı sonunda bura gələrdi. Sonradan o yaşlarından sonra rəhmətlik ağamıza dayı öz kəndasını götürüb, gəlib evində mənim babamın üzünü təraş eləyərdi. Belə insanların bura gəlib getdi, mən gözümdən şahid olmuşam.